Cənab Azərbaycan Respublikasının Prezidenti, hörmətli Mehriban xanım, hörmətli Baş Prokuror. Müraciət edərək bildirmək istəyirəm ki, Musayev Araz 9 qat dünya əməkdar dərəcəli idman ustası Muay Thai Federasiyasının prezidenti olaraq sizə müraciət edirəm. Müraciət edib bildirmək istəyirəm ki, Suraxanı rayonunun icra başçısı Kickboks Federasiyasının fəxri prezidenti tərəfindən və onun mətbuat şöbəsinin, belə deyək, kickboksda mətbuat şöbəsinin rəisi Mahir tərəfindən və Cəhrili Müşfiq ləqəbli onun, necə deyərlər, xidmət edicisi, ona xidmət göstərən, qapısını açan və digər xidmətləri ilə Cəhrili Müşfiq kimi tanınan Müşfiq tərəfindən mətbuatda mənim haqqımda yazılan xoşagəlməz sözlər və bu gün də davam etməkdə davam edir. Bildirmək istəyirəm ki, bundan qabaq da mənim haqqımda mətbuatda saxta sözlər yazmaqla, saxta federasiya prezidentliyin ələ keçirtməklə bildiyiniz kimi Türkiyə Respublikasında ölümə qəsd cinayəti ilə və ölümə qəsdlə vurulmuşam. Bununla bağlı Türkiyə Respublikasında 52 il 8 ay həmin insanlar bildiyiniz kimi Türk qanunları qarşısında cəza çəkməsilərini davam etdirirlər. Ancaq buna baxmayaraq onları təşkil edən və bu cinayətə Azərbaycandan bu cinayətə göndərən şəxs bu gün də hələ də açıq olaraq qalmaqdadır və Türk məhkəmələrinin və apellyasiya məhkəməsinə bu məsələ keçməsini davam edir. Cinayət işinin açıq qalması bu gün də hələ də davam edir. Mən inanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək bildirmişdim ki, və bu gün də bildirirəm, 21-ci polis bölməsində bu cinayət tərkibinin və gecə və bundan qabaq da bir neçə materialları daxil olmuşdu. Mən inanıram ki, polis qardaşlarımız buna tez zamanda cəzalarının verilməsi və prokuror orqanlarında cinayət işinin başlanmasını mən inanıram ki, davam edəcək. Buna baxmayaraq, hər zaman həyatıma təhqir, təhlükə, federasiya olan saxtakarlıq və federasiyanı ələ keçmək, qanundan qıraqda qalaraq tək başına iclas çağırmaq, federasiyanın üzvlərini istədiyi zamanda çıxartmaq, qəbul etmək və bu prosesi həyata aparan şəxsləri də qeyd etmişəm. Sizdən xahiş edirəm, cənab prokuror, cənab prezident, hörmətli Mehriban xanım, sizdən xahiş edərək bir Azərbaycan övladı olaraq sizə müraciət edərək bildirirəm. Bildirirəm ki, hər zaman dövlətçilikdə, dövlətimizin xidmətində və üç rəngli Azərbaycan bayrağını dalğalandırmağında həmişə xidmət göstərmişəm və bu xidmətlər də özümlə qürur keçirdərək cənab prezidentimizi dəstəkləyərək bunu bildirmişik. 1997-ci ildən bir günə qədər idmanda olan xidmətlərim hər kəsin gözünün önündədir. Hər kəs də bir dövlət tərəfindən də hər zamanda mükafatlandırılmışam. Ancaq buna baxmayaraq, bu günləri mənim başıma gələn bu cinayət işinin bu gündə davam etməsi, saxtakarlıqların və bu günləri məhkəmə orqanlarında, ali məhkəmədə və digər orqanlarında sənədlərimin qalması, saxta insanları istədiyi zaman federasiyadan çıxartma, dərk etmə və istədiyi yerə göndərmə prosesi ilə atılan saxtakarlıq cinayət işləri bu gün də müraciətimə baxılmayaraq durulmuşdur. Mən inanıram ki, tez zamanda bunun qarşısı alınacaq. Kimin bunun arxasında olduğu olmayaraq, inanıram ki, cənab prokuror, cənab Daxili İşlər Naziri bu insan atdığı bu addımların və göndərilən şəxslərin və mənim haqqımda mətbuatda bu gün də yenə davam etməsi və hücumu təşkil edilməsi bu gün də başlamışdır. Bildirmək istəyirəm ki, cinayət törədilməmişdən qabaq da dəfələrlə prokurorluğa, dəfələrlə daxili işlər orqanlarına müraciət edərək bildirmişdim ki, məni vuracaqlar və vuruldum. Və bu günlərdə onunla bağlı 52 il 8 ay cəza çəkən şəxslər var. Ancaq onları bu cinayətə sövq edənlər, törədənlər, göstəriş verənlər hələ də cinayət işinin açıq olması kimi durmuşdur. Və buna baxmayaraq, bu gün yenə də müraciət edirəm. Yenə də mənim haqqımda mətbuatda, konferans mətbuatda başlanılan bütün addımlar yenə Mahir Qara Müşfiq ləqəbli Adil Əliyevin qapısını açan, bağlayan, xidmət göstərən bir şəxs kimi Azərbaycanda tanınan bir şəxs olaraq bunu bildiririk.
Bunu bildirərək sizə müraciət edirəm ki, bir Azərbaycan övladının, bir vətəndaşının, bu vətənin torpağına, xalqına, dininə və bayrağına xidmət göstərən bir şəxs olaraq sizə bir daha da müraciət edirəm. Xahiş edirəm bu cinayətin qarşısına alınmasına və cinayətkarların tez zamanda cinayətin üstünün açılmasını və cinayətkarlar qanun qarşısında cavab verməsini sizdən xahiş edirəm. Xahiş edirəm ki, qoy hər zaman bu cinayət törədən şəxslər cinayətin nə olduğu, törədilən, vurulan cinayətin ziyanını hiss etsin və bir daha bu yollardan uzaq olsun. Və bu gün də həyatım haqqında təhlükə var və bu gün də təhlükə davam edir. Sağ olun.